Ramazan ayında təşkil olunan pullu iftar süfrələri dini müstəvidə də müzakirələrə səbəb olub. Bəs Ramazan ayında təşkil olunan pullu iftar süfrələri dini baxımdan nə dərəcədə doğrudur? Mövzu ilə bağlı ilahiyyatçı Tural İrfan TNS TV-yə açıqlama verib, izləyək. Mübarək Ramazan ayının xüsusiyyətlərindən biri də insanlara təmənnasız maddi və mənəvi dəstəyin göstərilməsidir, yardımlaşmadır, paylaşmadır, sosiallaşmadır. Ancaq təəssüf olsun ki, son vaxtlarda bəzi işbazlarmı deyək, İslam dininin mahiyyətini dərk etməmiş insanlarmı deyək, bu qəbildən olanlar iftar süfrələrini pulla satırlar, qazanc mənbəyinə çevirirlər. Bildirim ki, Ramazan ayı ticarət ayı deyil, mərhəmət və səxavət ayıdır. İmkanları daxilində imkansızlara pulsuz iftar süfrələri təqdim edə bilərlər və savab qazanarlar. Ancaq bu süfrələri pulla satmaq, menyular qiymətli, xüsusilə də menyular təqdim etmək və buna da müxtəlif bahalı yeməklər əlavə etmək. Bu ümumiyyətlə Ramazanın ruhuna da uyğun deyil. Ramazan pəhriz ayıdır. Əksinə yeməklərdən, maddi qidalardan çəkinmək ayıdır. Nəinki zəngin süfrələrlə, zəngin menyularla bəslənmək. Əslində insan ruhunun mənəviyyatını bu ayda bəsləməlidir, cismini və bədənini deyil. Ona görə bu məsələlər yanlışdır. Bu dinin ənənəsinə də, ümumiyyətlə bizim milli adət-ənənələrimizə də müxalif olan bir məsələdir. Bir mənalı şəkildə bu doğru deyil, günahdır. Yəni, həmin süfrələrdən istifadə etmək də günahdır. İslam dinini yalnız maddiyyatla, maddi qazancla, mənfəət əldə etməklə əlaqələndirmək və onu bu cür maddi vasitələrə, hədəf qərar vermək yanlış məsələdir. Yaxşı olar ki, Ramazanın ruhuna uyğun olan budur ki, bu cür kafe, restoranlar, bu menyuları, bu iftar süfrələrini satan müəssisələr həmin ayda güzəştli xidmətlər göstərsinlər. Bu, bir çox müsəlman ölkələrində də bu cürdür. İmkansız insanları nəzərə alsınlar. İmkanları daxilində müəyyən bir iftar süfrələrini məhdud sayda da olsa imkansız şəxslərə pulsuz təqdim etsinlər. Bu daha savab olar və onların işləri üçün də, fəallığı üçün də daha müsbət nəticəyə gətirib çıxarlar. Ancaq burada maddi qazanc naminə insanlara iftar süfrələrini satmaq və ələlxüsus da dəbdəbəli, təmtəraqlı, israfsız süfrələr təqdim etmək bu günahdır. Yəni, iftar süfrəsini israf süfrəsinə çevirmək tamamilə yanlışdır.